بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الصلاة والسلام على رسول الله الأمين حبيبنا وحبيب إله العالمين أبي القاسم محمد اللهم صل على محمد وآل محمد واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. صدق الله العلي العظيم. أما بعد يا عباد الله أوصيكم ونفسي بتقوى الله واتباع أمره ونهyi. Hoş gördük değerli aziz bacılarım ve kardeşlerim. Bugün cümedir. Cümemiz mübarek olsun inşallah. Cümlədə cəm olduğumuz kimi Allah Teala bizləri öz evində, öz cənnətində cəm eləsin. Hər zaman olduğu kimi ilk öncə özümü və sonra sizləri ilahi təqvaya riayət etməyə dəvət edirəm. Allahın əmrində möhkəm olaq, Allahın halalın halal, haramın özüm üçün və gələcək nəslimiz üçün əbədi haram bilək. Bugün danışdığım xütbəm mən kiməm? Bu milli kimliyimizlə bağlı mən kiməm? Hər kəs özünə bu sualı təbii ki verməlidir. Mən kiməm? Hardan gəlmişəm və hara gedəcəyəm? Bunu hər kəs ağıllı insan öz üzərində cavablandırmalıdır. Hər kəs bildiyi qədər. Amma mən istəyirəm Quran-ı Kərimin bilgilərini, Quran-ı Kərimdə mən kiməm sualını cavablandıraq və hər kəs də öz hesabını, öz payını, öz dərəcəsini ala bilsin. İlk öncə Əz-Zariyat surəsinin 56-cı ayəsində açıq şəkildə Allah Teala insanın kimliyi barəsində xəbər verir. Bismillahirrahmanirrahim. وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنسِ إِلَّا لِيَعْبُدُونِ. Mən görünən və görünməyən bütün iradi varlıqları, yəni cinniləri və insanları boş yerə xəlq etmədim, yaratmadım. Cinlərin yaradılmasında, insanların yaradılmasında Allahın bir hikməti var. Sonsuz hikməti var. Allah Teala heç bir varlığı boş yerə yaratmıb. Əgər həşəratlara nəzər salsanız, həşəratların neçə min növləri varsa, onların hamısı ne üçün yaradılıb, bu Allahın yanında bəllidir. Biz onu bilmirik. Allah Teala cinləri, görünməyən və ya görünən insan varlıqlarını boş yerə yaratmadı. Bir məqsəd var. Yaratdığımın məqsədi budur ki, İllə liya'budun, liya'buduni, məni tanıyasınız. Məni dərk edəsiniz, məni anlayasınız. Burada özlüyündə bir məntiq var ki, insan sual verir, mən kiməm və niyə yaradılmışam? Artıq cavab Əz-Zariyat surəsinin 56-cı ayəsində bəllidir. Bu bizim kimliyimiz və həyat məqsədimizin ən əsas cavablarından biridir. Hikmət alimlərinin belə bir sözü var. Buyururlar ki, gəldiyin yeri bilsən, yolunu itirmərsən. Kim olduğunu anlasan, nə etməli olduğunu da bilərsən. Özünü tanıyan, Rəbbini tanımağa bir addım daha yaxın olur. Deməli, bu hikmətli kəlamdan yola çıxanda bunu bizə anladır ki, ariflər, hikmət əhliləri, elm əhliləri insan kim olduğunu anlasa, həyatda nə etməli olduğunu biləcək.
özünü tanıyacaq. Allahın o qaydalarından, Allahın o düsturundan insan çıxmayacaq. Çətinliyə düşəcək, sıxılacaq, əziləcək, vurulacaq. Amma sənin əgər yolun doğru olacaqsa, heç zaman sən məhv olmayacaqsan. Məhv olmaq, yıxılmaq anlamında deyil. Bütün yüksək məqam sahibi olanlar ideoloji baxımdan, elm baxımdan, əqidə baxımından onlara nə qədər işgəncələr veriblər. Onlar nə qədər təqiblərə məruz qalıb, amma onlar məhv olmublar. Onları sındırmağa çalışan insanlar özü sonda sınıb. Bu tarixi bir sübutdur. Mən bunu bir-bir adlardan istifadə etmək istəmirəm. Hər kəs tarixi faktları bilir ki, kim kimə quyu qazıbsa özü düşüb. Əgər sənin yolun doğru olacaqsa, sən kim olduğunu anlayacaqsansa, nə etməli olduğunu artıq özün biləcəksən, qərarı özün verəcəksən. Həyatda səni heç kim sındıra bilməyəcək. Allah Teala bizi təsadüf deyil, məqsədlə yaradıb. O deyillərə təsadüf deyilən bir şey, əslində elmdə sübut edir ki, insan təsadüf deyil, məqsədlə yaradılıb. Allah bizi yaradıb, bizdən istədikləri məsələlər var. Allah bizi boş yerə yaratmıb ki, mən insanı yaratdım, bir zavod olar. Təsəvvürünün adı bir zavod. Dünyanın inkişaf eləmiş ölkələrində əgər bir zavod maşın istehsal edirsə, avtomobil istehsal edirsə, ondan çoxlu şikayətlər gəlirsə, o zavodu bağlayır. Niyə? Ziyana getmək istəmir. Alver də belədir. Alverdə bir iş qurmusan, o iş səni uğursuzluğa aparır. Bir dəfə yox, bir neçə dəfə. Sən o obyekti işlədə bilərsənmi? Yox. Allah məqsədsiz insan yaratmıb. Yaradıb ki, insan yaranışını, yaşayışının fəlsəfəsini anlamalıdır ki, Allah məni yemək içmək üçün yaratmıb. Yemək içmək heyvanda da var da. Biz heyvani hisslərlə yaşamamalıyıq. Biz bəşəri hisslərlə, ilahi hisslərlə yaşamalıyıq. Duyğu ilə yox, xəyallarla yox, həqiqi meyarlarla biz yaşamalıyıq. Allahın bizim üzərimizə qoyduğu vəzifələrlə yaşamalıyıq. Proqram qoyub sənin üçün Allah Teala. O proqramdan kənara çıxa bilmərsən. Bir nəfər övladı üçün kapital qoyur, təhsilinə, gecəsin, gündüzün halal, haram bilmədən çalışır, övlad böyüdür, gəlir bir məliyyə çatandan sonra oğul deyir ki, ata, mənim üçün çox böyük zəhmət çəkmirsən, ən yaxşı universitetdə oxutmusan, bu mənim diplomumdur. Amma qusura baxma, mən fərasətsiz evlad oldum. Mən özümü doğrulda bilməyəcəyəm. O ata nə qədər yanar? O ata nə vəziyyətə düşər? Pul cəhəndim, pul, kapital, qoyduğun o pullar cəhəndim. Amma insan resursu var, məhv olur. İnsan həyatı məhv olur. İnsan şəxsiyyəti faktoru məhv olur. Sən məqsədlərlə yaşamalısan. Çünki Allah bizi məqsədlə yaşadıb, məqsədlə yaradıb, məqsədlə bizə ideoloji bir proqram verib. Sən qarşıma məqsəd qoymalısan, hədəflərə çatmaq üçün fikir verməməlisən ki, mənim qarşımda bir bariyer var, mən onu keçə bilmərəm. Keçəcəksən. Mümkün deyil. O səni sədlər, o səni hədlər çaşdırmasın. Sən ona tərəf get, görəcəksən kiçilir. Yox, mən bir işi gördüm, alınmayacaq deyəsən. Filan kəs mənə dedi, sən bu işi uğurla həyata gətirə bilməyəcəksən. Bu fikirlər bizi artıq bu əsrdə allada bilməz. Sən uğurlara tərəf qaçmalısan. Ailədə də belədir, yaşayışda da belədir, inkişafda da belədir, şəxsiyyət faktorunda da belədir. Sən mərhələlər keçməlisən. Heç kimə bişərəmlik vəzifə vermirlər.
Otur, bu vəzifəni apar. Ola bilər, bəzi insanlar sui-istifadə edir vəzifədən, işdən filandan, o bacarmayacaq. O bir zaman uğursuz olanda özü qaçacaq, məhv olacaq. Görəcək ki, mən bu işi apara bilmirəm, icra edə bilmirəm, bunun mən öhdəsindən gələ bilmirəm. Ona görə sən təsadüf deyil, məqsədlərlə yaşamısan, yaradılmısan. İçində bir kainat var, özünü tap, özünü dərk elə və həqiqi sən olduğunu bacar. O bizdə deyirlər, özüvə qayıt. Sən olmağı bacar. Yəni fikirləş ki, mən bu qədər iradəm zəif imiş ki, mən müəyyən bir çətinlikdən mən qaçım, xeyr, qaçmamalısan. O çətinliyi keçəcəksən, Allah sənə yol açacaq. Ona görə illa liyabuduni Allah Teala buyurur ki, yalnız mən cinniləri və insanları yaratdım ki, mənə ibadət eləsin. İbadət tək bu namaz deyil, ha qardaşlar. İbadət tək bu ibadət deyil, namaz qılmaq, Allaha əyilmək bu deyil. Həm də tanımaqdır. İbadətdən məqsəd ey liyabuduni, yəni məni tanı, dostuvu tanı, ailəvi tanı, atavı tanı, anavı tanı, mühütüvü tanı, zamanəvi tanı. Əgər sən bu zamanda özüvü itirəcəksənsə, hər şeyi bitirəcəksən. Sən bugün zamanənin övladı ola bilməyəcəksənsə, heç bir nailiyyət əldə edə bilməyəcəksən. Bir insan əgər özünü itiribsə, deməli şəxsiyyətini itirib. Bir adam şəxsiyyət vəsiqəsini itiribsə, o dərhal müraciət eləməlidir. Şəxsiyyət vəsiqənin təzələnməsi üçün müraciət eləməlidir, elə deyil. Sənin əgər bir ölkədə pasportun itibsə, şəxsiyyət vəsiqən və yaxud hər hansı bir səni sən edən, təsdiq edən bir sənəd itibsə, mütləq həmən aidiyyəti orqanlara müraciət eləməlisən ki, o sənədi verməlidirlər. Sən itmisən. Sən itmisən. Sən biraz dərk elə, ruhunu özünə qaytar. Çünki Allah Teala buyurur ki, sən ruhu Allah'tan üfürülmüş bir varlıqsan. Əl-Hicr surəsinin 29-cu ayəsində Allah bizim ruhumuzu öz ruhundan üfürüb. Estağfirullah. Bunu bəzən fikirləşəndə adam dəli olur ki, və nəfəxtu min ruhi. Allah buyurur ki, mən səni öz ruhumdan üfürdüm. Sən nə qədər böyük varlıqsan. O varlıq əgər Allah'tan, ruhu Allah'tan üfürülmüş bir varlıqsansa, onda niyə itirməlisən özünü? Niyə çaşmalısan həyatını? Sokratın belə bir sözü var idi. Sokrat deyirdi ki, özünü tanı. Həzrət Əli buyururdu ki, mən arafə nəfsəhu fəqəd arafə rabbəhu. Özünü dərk etməyən, özünü tanımayan Rəbbini tanımaz. Özünü tanımasan Allah'ı tanımayacaqsan. Özünü tanımasan ailəvi tanımayacaqsan. Bir kimlik və fikir, milli kimlik. Mən kiməm? Mən hara gedirəm? Deməli, Sokrat deyirdi ki, özünü tanı, sən daimi dəyişən, düşünən, axtaran bir varlıqsan. Sən monoton deyilsən. Həzrət Əlinin bir sözü var, deyir, əgər bir insanın dünənki günü ilə bugünkü günü bərabər olarsa, o uduzub həyatdan. Adam var, səhər çağı 11-də durur, duran kimi deyir ki, yeməyə nə var gətir bura. İndi Allah verəndən yeyir. Ağıllı qadın olsa, ağıllı ana olsa, deyər ki, nə qazanmışdın ki, nə tələb edirsən. Elə deyil. Adamlar var, bəzən deyir, ailəsində də bu problemlər yaradır, cəmiyyətdə də. Elə bilir, buna kiminsə buna borcu var. Gətir bura. Gərək sən ortaya bir məhsul qoyasan ki, gətirsin də. 11-də duran adam günorta namazını necə duracaq? Çünki sübh namazını qılmayıb. Mən bəzən hər zaman deyirəm, telefonda səhər çağı mən adamların çoxunu yoxlamaq üçün yalandan bir dənə salamun aleyküm yazıram, görürəm elə bir xətdir. Çox olub ha. Bu gün də eləmişəm. Bir dənə xət görür. Saat 11-də səsindən hiss edirəm ki, tonundan, salamun aleyküm. Mən bəzən deyirəm, səsinə, xəstəsən, deyir, yox. Deyirəm, deyir, təzə durmuşam. Deməli, sübh namazında durmayıb da.
Sonra deyir ki, bilirsən nə qədər təmiz adamam mən. Mən Allaha çox bağlı adamam. Allaha bağlı olan adam səhərdən bilirlər onun keyfiyyəti. Çalışqan insan səhərdən oyanır. Ayıq insanlar özünü durur, dərk eləyir, əlinə, üzünə su vurandan sonra ayılır. Bilirsiniz bu nə deməkdir? Yəni özünə qayıdır. Yuxulu bir adamın, yatmış bir adamın yanında bir silahla bir səs çıxardasan, o nə vəziyyətdə olar? O xəstələnəcək, depresiya düşəcək. İnsan oyanmağa məcburdur. Bəzən insanlar var, 70 yaşı var, hələ oyanmayıb. Mən bunu boş yerə demirəm. Ağsaqqallar da məndən inciməsin. 70 yaşı var, hələ oyanmayıb. Niyə görə oyanmayıb? Ona desən ki, sən filan şeyi dini baxımdan eləmirsən, deyir, yox, eləməmişəm. Hələ deməli oyanmayıb. Bir insanın ruhu oyanmayıbsa, o insan ölüdür. Bədən də tabutda onu gəzdirir. Həyat səni deyil, sən həyatı formalaşdırmalısan. Sən həyatını gözəlləşdirməlisən. Mən kiməm sualını vermək üçün ilk növbədə insan özü dəyişməlidir. İnsanın ruhu dəyişməlidir. Ona görə Ət-Tin surəsində 4-cü ayəsində Allah Teala buyurur ki, "Laqad xalaqnal insana fi ahsani taqvim." Mən səni ən gözəl biçimdə yaratdım ey qul. Düzdür, bugün biraz fəlsəfi danışdım. Amma elə bilirəm ki, biraz da sadə dildə danışdım ki, hər kəs anlaya bilsin. Mən insanı laqad xalaqnal insan fi ahsani taqvim, gözəl biçimdə yaratdım. Bütün varlıq aləminin sən şah əsərisən. Bütün varlıq aləminin ən gözəl bir mərkəzində dayanan, ali bir mərkəzdə dayanan bir varlıqsan. Mən nəticə eləmək istəyirəm, fikrimi də dua ilə tamamlayacağım. Nəticə nədir? Mövzu belə idi, mən kiməm? Amma nəticəsi budur ki, özünü tanımaq təkcə adını, yaşını, peşəsini bilmək deyil. Yəni, mən özümü tanıyıram, mən kiməm? Adım bu, soyadım bu. Bu deyil, bu nə bəs eləməz. Ruhunu, fitrətini, yaradılış məqsədi içində insan bir dünyanı dərk eləyə, axirəti də dərk eləməlidir. Cismi oyaq ola, ruhu da oyaq olmalıdır. Mən kiməm? Mənim ruhum oyaq olmalıdır ki, mən o kimliyi hiss eləməliyəm. Bugün mən siz cavanlarla fəxr eləyirəm. Siz gənclərlə fəxr eləyirəm ki, sizin bu günləri həm cisminiz, həm ruhunuz buradadır. Adam var, bəli, cisim buradadır, ruh gəzir. Amma mən görürəm, siz o qədər fokuslanırsınız, yaxşı mənada diqqət edirsiniz xütbələrə. Siz artıq kamillik mərhələsinə qədəm qoyursunuz. Siz yaxşı mənada kimliyinizi bilirsiniz. Milli kimliyinizi bilirsiniz. Dəyərlərinizi bilirsiniz. Əgər siz dəyərlərinizi bilməsəydiniz, siz burada olmayacaqdınız. Bir insan əgər Allahın zikrindən qəflətdədirsə, o dəyərdən uzaqdır. O həqiqətdən uzaqdır. O inancdan uzaqdır. Ona görə ruhumuzu dirçəltmək üçün bizə şanslar var, imkanlar var. Bugün əgər bu cümədə bu sualın cavabını öyrəndiysə, mən kiməm? Özünü tanımayan Rəbbin tanımaz. Mən bunu bildimsə, gələn cümə gənclərə ayrı bir mesajım olacaq mənim. Çox maraqlı bir mesajım olacaq gənclərə. Çünki ruh oyansa, axtarışda olacaq. Görək, Hadsurxa gələn cümə nə danışacaq. İnşallah ümid edirəm, Allah bizə bu fürsəti versin. Allahın verirəm cəlalı xatirinə. Allah Teala cüməmizi mübarək eləsin. Allah gələn günlərimizi xeyir eləsin. Allah bizi özündən başqalarına bizi möhtac etdirməsin. Allah bizi satqınların, alçaqların, imansızların qarşısında əyməsin. Allah Teala bizim milli kimliyimizi özümüzə qaytarsın. Allah Teala
şəhidlərimizin ruhlarını şad eləsin. Qazilərimizə, yaralılarımıza, xəstələrimizə, xəstəxanada olanlara acil şəfalar versin. Xüsusilə mənim Hacı Gülverdi qardaşımın, əziz mənim bacım, Allah ona xanım Fatimə Zəhra salamullah aleyhanın əli ilə şəfa versin inşallah. Və bizim Elnur qardaşımız, balamız bizdən illərlə burada namaz qılır. Onun atası da təzə dünyasını dəyişdi. Dünən 1-ci cümə axşamı idi. Bünyad kişi, Allah onun da ruhunu şad eləsin. Burada çox insanlar dünyasını dəyişib. Şahin qardaşımızın anası, Sənan qardaşımız rəhmətə gedib burada. Hacı Bala Qədəş burada rəhmətə gedib. Çox adamlar, Allah onların ruhlarını şad eləsin. Allah bizim də aqibətimizi xeyir eləsin. Allah'a and verirəm, öz cəlalı xatirinə. Allah Teala bizi həqiqətdən ayrı salmasın. Hacı Şəhriyar qardaşımızın ruhunu şad eləsin. Allah Teala cavanlarımızı müvəffəq eləsin inşallah. Allah bizi bu evdən axirətə əli boş aparmasın. Övlad arzusunda olanlar var ilahi. Övlad olmayanlara övlad lütf elə. Borcu olanların borcuları nəda elə. Bizi valideynlərimizin yanında üzü qara eləmə. Qiyamət günündə də bizi Peyğəmbər şəhidlərin qarşısında utandırma. Bismillahirrahmanirrahim. Qul huvallahu ahad, Allahu səməd, ləm yəlid və ləm yulad və ləm yekullahu kufuven ahad. Şəhidlərimizin ruhu, özlərimizin salamatçılığı, valideynlərimizin ruhları, qalanların salamatçılığından ötəri salavat.